Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərin Tac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Çin Xalq Respublikasının sədri Si Jinping və birinci xanımı Pen Liyuan Azərbaycan prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Jinping ilə geniş tərkibdə görüşü olub. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin və Çin sədri Si Jinping iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur. Aprelin 23-də Azərbaycan prezidenti İlham Əliyevin və Çin sədri Si Jinping iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Mərasim çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişi Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Çinin Xarici İşlər naziri Van Yi imzalayıblar. Bugün prezident yanında Əf Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 6-cı iclası keçiriləcək. Ümumilikdə Əf Məsələləri Komissiyasının 2025-ci il üzrə 5 iclası olub və 600-dən çox müraciətə baxılıb. Xatırladaq ki, Əf Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əflə bağlı keçirildiyi bildirilir. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə Şərur rayonunun Oğlanqala kəndində bir nəfərin meyitinin quyudan çıxarılması üçün müraciət daxil olub. Nazirlikdən bildirilir ki, xüsusi riskli xilasetmə xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlərlə meyit dərinliyi təqribən 35 metr olan su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Teleqraf Azın məlumatına görə quyudan meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub. Belə ki, ölən şəxs 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılovadır. Onun qətlində şübhəli bilinən həmkəndlisi 1986-cı il təvəllüdlü Aypara Rüstəm qızı Əskərova saxlanılıb. Bildirilib ki, qətl hadisəsi aprelin 20-si baş verib. 75 yaşlı qadın qətlə yetirilib və cinayət izini itirmək məqsədi ilə meyit quyuya atılıb. Hadisənin pul üstündə törədildiyi iddia olunur. Aprelin 22-sində ölkə ərazisində qeydə alınan 67 əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb. ABŞ prezidenti Donald Trump Rusiyaya Ukraynadan zəbt etdiyi demək olar ki, bütün əraziləri özündə saxlamağa imkan verən sülh sazişi təklif edib. Bu barədə Z Telegraf qəzeti məlumat yayıb. Bildirilib ki, saziş ABŞ-dən Ukrayna üçün aydın təhlükəsizlik təminatlarını ehtiva etməyən müharibəni bitirmək üçün 7 bəndlik planın bir hissəsidir. Məlumata görə bugün Londonda Amerika nümayəndə heyəti Ukrayna nümayəndələri ilə planını müzakirə edəcək və onların reaksiyasını alacaq. Təklifin əsas məqamı Krımın Rusiyanın bir hissəsi kimi rəsmi tanınması, eləcə də digər ərazilərin işğalının faktiki olaraq tanınmasıdır. Bu, indiki cəbhə xəttinin dondurulması demək olardı ki, Rusiya prezidenti Vladimir Putin işğal olunmuş torpaqların əksəriyyətinə nəzarəti ələ keçirəcək deyə vurğulanır. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.